Əsrlərdir lənətlənmiş yer kimi tanınan Bermud üçbucağından qurtulan biri varmı? Yüzlərlə təyyarə və gəminin yoxa çıxdığı bu bölgədə ölən insanların sayı minlərlədir. 1970-ci ildə Porto Riko'dan Miami'yə uçan Amerikalı bir pilot başına gələnləri danışır. Porto Riko'dan Miami'yə tərəf uçmağa başladım. Səyahətin 30-cu dəqiqəsində çox qəribə hadisələr yaşamağa başladım. Əvvəl bütün elektron qurğularda problem əmələ gəldi və kompas pozuldu. Tez vəziyyəti qülləyə bildirdim. Ətrafda gördüyüm mənzərə məni şok etdi. Təyyarə ətrafına ağ bir duman bürüdü və sanki ətrafımda bir tunel meydana gəlmişdi. Tunelin sonunda mavi səmanı görə bilirdim. Bu buluddan xilas olmaq üçün dərhal təyyarəni o tərəfə doğru yönəltdik. Elektron qurğularım və kompas düzəlmişdi. Güllədən harada olduğumu soruşdum və onlar mənə 3 dəqiqədir məndən siqnal almadıqlarını, ancaq indi siqnal ala bildiklərini və Miami üzərində olduğumu söylədilər. Mən onlara bir səhv etdiklərini, hələ 33 dəqiqədir yolda olduğumu və Miami'yə çatmaq üçün 30 dəqiqəm olduğumu söylədim. Ancaq başımı aşağıya çevirdiyimdə şok olmuşdum. Miami üzərindən uçurdum.